Bir söz deyim ki, bu yenilənmiş bazadır. 2025 iyulda ən son yenilənmə olubdu və nə yenilik var, hamısını izah edəcəm ki, bəlkə işdə köməyinizə az da olsa çata. Deməli, ümumi baza mühasibatlıq bazasıdır və sırf HR üçün olan bazalar da var. Hansı ki, orada əmək haqqı daha genişdir. Həqiqətən hər şey var. Amma o bircənin bazalarının içindədir. Bu baza o baza deyil. Burada ümumi mühasibatlıqdır və kadrlarımızı, əmək haqqının tutulmaları, vurulmalar, məzuniyyətlər, xəstəliklər bura necə işlənməlidir? Bankdan ödənişlərimiz çıxanda o hansı işçiyə nə qədər pul ödəmişik, əmək haqqında məsələn olur da ayın yarısı işçilərə avans veririk və ayın sonu biz onları Exceldə daha çox yığırıq ki, baxaq görək hansı işçiyə nə qədər ödənişimiz qalıb. Bunların daha qısa və daha gəlişmiş forması olaraq biz bunu bircədə göstərməyi məsləhət bildik. Başlayaq birinci hardan? Kadrlardan. Birinci bilək ki, bircəyə işə götürdüyümüz əməkdaşlarımızı necə yığmaq lazımdır. Elə bir şey deyim ki, ola bilər aramızda elə yoldaş olar ki, o heç bircə ilə işləməyib, heç bir məlumatı yoxdur. Yuxarıda gördüyünüz menu ilə aşağıda gördüyünüz menyular eynidir. Sadəcə istəsəz bu hissəni yığışdırarsınız, istəsəz bunlar proqramistdə deyilir. İnterfeys olaraq bunu daha da sadələşdirə bilərsiniz. Burada gördüyünüz hər şey, bütün yazılar bu hissədə var və kimə rahatdırsa buradan yığacaq, kimə rahatdırsa məlumat kitablarından başlayacaq. Birinci başlayaq fiziki şəxslərə. Fiziki şəxs kimdir? İşə götürdüyümüz əməkdaşlar. Əlavə et verəcəksiniz. Bir ad soyad götürün, yazaq. Deyək ki, Xəlilov Araz. Baxın, ad soyad ata adını yazdım. Toxunuram, özü bölüşdürəcək. Doğum tarixi. Deyək ki, 16.06.1996. Cinsi kişi. Şəxsiyyət vəsiqəsindəki danıları yazırıq hələlik. Doğulduğu yer. Məsələn, şəhər Bakı. Bakının hansı rayonu? Deyək ki, Xətai. Ərazi ölkə. Kopyalayaq və bunu copy-paste eləyək ölkə olaraq. Və okey. Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi. Toxunacaqsınız bu 3 düyməyə. Okey. Baxın, sənəd növü olaraq, yəni qeyri-rezident şəxsi işə götürürüksə, təbii ki, biz onun xarici pasport danılarını bura qeyd eləməliyik. Sənədin növü, toxunursunuz bura. Burada nə isə yaratmaq üçün sadəcə əlavə et düyməsi verib, qabağına sözləri yazacaqsınız. Şəxsiyyət vəsiqəsidirmi, xarici pasportdurmu və yaxud da nə bilim, hansısa başqa bir sənəd əlavə eləmək istəyirsinizsə və yaxud da bircədə nə isə necə yarandığını bilmirik. Toxunun həmin bölməyə və dəyişmə işarəsini verin. Bu daha sizə optimal variantdır. Kimdənsə soruşanacan bunu burada eləmək sizə yol göstərir bir növ. Baxın, deyir sadəcə əlavə et düyməsi vermişsiniz, probeli qoymusunuz və yazmışsınız. Mən bura şəxsiyyət vəsiqəsi sözü olduğuna görə sadəcə əlavə et verib yazı qaydasını göstərəcəm ki, bura hansısa sənədin adını bu qaydada əlavə edə bilirik. Seçirəm şəxsiyyət vəsiqəsi, seriya nömrəsi, deyək ki, yeni nəsildir, nömrə, vəsiqənin seriya nömrəsi, verilmə tarixi, nəzərə alsaq ki, 10 ildən bir yenilənir, mən biraz arxaya çəkim, 2016. Fin kod. Etibarlıdır 16.06.2026. Kim tərəfindən verir? Neçə sayılı asan xidmət? Deyək ki, 9 sayılı. Və okey verirəm. Bu hissədə tamamdır. Sonra vətəndaşlıq bölməsi gələcəksiniz bura. Burada əslində qeyri-rezidentlər üçün bütün ölkələr yığılıb. Sadəcə biz Azərbaycanlıyıq deyə azı yazsam, özü tapıb ölkəni gətirəcək. Və etibarlıda şəxsiyyət vəsiqəsinin etibarlılıq tarixini bir daha burada qeyd edirik. Və okey versək, bu hissəmiz tamamdır. Bu kvadratın içine 2 dəfə toxunanda artıq siz kompüterinizdə olan işçilərin hansısa 3-ün 4-ü şəklini deyək ki, qeyd eləmək istəyirsiniz bura. Okey verdim. Ad soyadı
kopyalayın. Çünki şəkilə adlandırma verməsəz bunu yadda saxlamır. Şəkili harda görürük? Sual yarana bilər. Baxın, bu yalnız kadr uçot vərəqəsini çıxardanda verəcək proqram sizə şəkili. Bir də çox işçili müəssisələr olur. Məsələn, 150 nəfər, 200 nəfər və başqa-başqa bölmələrdə işləyir. İstər-istəməz adını bilsək də işçinin üzünü görmürük. Adam gəlir ki, məsələn, mənim məzuniyyətimin pulu keçməyib. Mən açıb burada şəkilə baxıb özüm üçün təsdiqləyə bilirəm ki, hə, bu işçi o işçidir və bu maaşını vermək lazımdır. Sonra sığorta şəhadətnaməsi işçinin dövlət tərəfindən verilən rəsmi sığorta şəhadətnaməsinin nömrəsini qeyd edirsiniz. Və burada bəzi əlavə şeylər var ki, onlar şirkətlərin istəyi üzrə yığılıb. Məsələn, sığorta şəhadətnaməsi hansı kassadan buna pul ödənilir? Məsələn, bu ən çox şirkətin filialları olanda, yəni hansı büdcədən getsin ona pul. Sonra işçi haqqında əlavə məlumatları yığmaq üçün ünvan, telefon, poçt adresi, yəni burada nə istəsiz təqdim etmə bölməsinə probeli qoyaraq sadəcə ona aid məlumatları yaza bilərik. Sonra gələk nəyə? Burada var əmək, burada var staj. Məsələn, içinizdən sual gələ bilər ki, HR-lar da var burada. İşçinin məzuniyyəti onun stajına görə hesablanır. Bəli, hesablanır. Bircə də bu necədir? Siz stajı qeyd eləməsəz, proqram onu hesablaya bilməz. Normalda qanunvericilikdə nə deyir? Deyir ki, 5 ildən 10 ilə qədər 2 gün, nə bilim, 10 ildən 15 ilə 4 gün, 15-dən daha yuxarı maksimum 6 gün məzuniyyət verirəm. Amma məzuniyyətin başqa şərtləri də var. Güzəştli məzuniyyətlər var, nə bilim, əlillər üçün, zərərli şəraitdə işləyənlər üçün, akademik məzuniyyət üçün və s. və s. Biz bunları bunu toplasın deyə biz stajlarımızı bura qeyd eləməliyik. Baxın, stajı yazmaq üçün girəcəksiniz bura, əlavə et verəcəksiniz, təşkilat hansı şirkətdə işləmisiniz, stajın növü. Mən qeyd eləmirəm, niyə qeyd eləmirəm? Çünki məndə sizə sırf təmiz dərsi keçmək üçün baza sıfırlanıb və heç bir yəni staj yazsam belə onu bugün o hesablamayacaq. Amma siz bura stajın növü olaraq, məsələn, birini sadəcə göstərmək üçün qeyd edeyim. Təşkilat deyək ki, elə bizim öz təşkilatımızdasınız. Stajın növü götürəcəksiniz ümumi staj növü olaraq. İş yeri, iş yerinin adını yazaq. Deyək ki, Qayo MMC. Başlama tarixi, işə nə vaxt başlamısınız? Deyək ki, 01.01.2024-də. Başa çatıb 2025-də. 1 il 7 ay. Qeyd et. Okey verəcəksiniz və sonra bu düşəcək bura staj olaraq və siz sabah məzuniyyəti falan hesablayanda o günü iş stajına görə özü gələcək üstünə. Sonra burada var əlavə. Əlavədə nələr qeyd eləməlisiniz? Kişi xaylaqlarında bilirik ki, hərbi bilet, əskərlik müddəti, o haqda məlumatları buradan qeyd edirsiniz. Hərbi mükəlləfiyyətlər, rütbəsi nə olub, komissiyası nə olub. Həqiqətən hərbi ilə bağlı biraz məlumatım zəif olunduğuna görə bu hissəni doldurmayacağam, amma bilin hardan yazırsınız. Desəz ki, şərtdirmi bunları bircədə doldurmaq? Əlbəttə şərt deyil. İşçinin adını, soyadını, şəxsiyyət vəsiqəsini, finini yazsınız da kifayət edir əmək haqqını hesablamaq üçün. Sadəcə ola bilər də elə rəsmi yerdə işləyirsiniz ki, bilirsiniz ki, bircə bu saat dövlət qurumlarında da, nə bilim, məşğulluq agentlərində çox yerdə artıq fəaliyyət göstərir bu proqram. Ona görə ola bilər orada danaları yazmaq lazımdır. Bu hissədən hərbi komissarlığından tutmuş, yəni bir hərbiçinin gedib əskəriyi başa vurmuş adamın sizə verəcəyi sənədləri bura qeyd edəcəksiniz. Bu belə. Sonra gələk nəyə? Ailəsi, kadr uçot vərəqəsində bizə doldurduğu birinci dərəcəli qohumlar, təhsil növünü yığacaqsınız bura. Burada nəyi istəsəz əlavə edirsiniz. Qohumluq dərəcəsi 1-dir, 2-dir, nə bilim, anasıdır, atasıdır yazırsınız. Əlavə, məsələn, burada bacı sözü yoxdur, əlavə edirəm. Bacı. Bu qaydada əlavə eləyəcəksiniz, seçəcəksiniz. Məsələn, birini əlavə eləyək. Qohumluq dərəcəsi olsun elə bacı. Özümü yazacağım. Sonra götürək ki, kimdir burada bunun bacısı? Birini seçək. Deyək ki, Nüşabə. Doğum ili, ad günləri, öhdəliyində olan varsa işarə qoyun, öhdəliyində olan yoxdursa işarə qoymayın. Təhsil növü. Təhsil bu da. Bunları nəyə görə göstərirəm sizə? Baxın, burada siz vahid forma çıxardanda işçinin adını seçək, birini istərsiniz, aynını seçək, tərtib et verək. Baxın, burada nə görürük? İşçi haqqında hər şey. Təhsil forması, diplomları, şəxsiyyət vəsiqəsinin doldurulma, ümumi iş stajları, sonra hərbi qeydiyyata dair məlumatlar,
məzuniyyəti, xəstəliyi və işdən azad etmə səbəbləri varsa bunlar, yəni bir işçini başqa yerə işə göndərəndə biz bunu çıxardırıq. Və bunların tam dolması üçün də siz bu məlumatları buradan doldurmalısınız. Təhsil seçək. Öyrətmə forması deyək ki, aspirantura deyil, opşa götürək, ixtisas, yazacağım bakalavr, ixtisas, menecment yazar. Fakültə, qısa yazacağım, təsnifat, diplom seriya nə bilim, A bir şey yazar. Elmi dərəcə yoxdur. Başa çatma ili. Başa çatma ilini də yazaq. Bilmirəm, bu biz kimi arazi götürmüşdü. Deyək ki, 5, nə bilim, 2020, 2023 yazıq. Və okey. Sonra xassə, kateqoriya, əmək haqqının hesablanması. Bu hissələrə toxunmayın. Niyə toxunmuruq? Əgər əlilliyi varsa, hansı ki bu güzəştli məzuniyyət falan verilir. Əlilliyi normal işçilər 21 gün məzuniyyətdədir. Əlilliyi varsa əlavə buna 6 gün məzuniyyət düşür və orada necədir? 21 gün üstə gələk 6 gün tutaq ki, bunun ümumi məzuniyyəti bir də staja baxır. Məsələn, bu adam 12 ildir işdədir. Biz dedik ki 5-dən 10-a 2 gün, 10-dan 15-ə 4 gün. 21 gün üstə gələk 4 gün, üstə gələk 6 gündə bunun əlilliyinə görə məzuniyyəti. Bu qaydada da məzuniyyəti hesablayır. Yəni siz bunlara əlavə etsəz. Fiziki şəxsin gəlirlər üzrə güzəştləri, dövlət, qeyri-dövlət bilirsiniz ki, ayrıdır. Mən bugün sizə qeyri-dövləti göstərirəm əslində və varsa onları da bura əlavə edə bilərsiniz. Amma desəm ki, heç kim bu qədər bircədə dərinliyinə getmir. Çünki hesablama qaydasını bilirik deyə adi məsələn buna 5000-dirsə proqram özü avtomatik dövlət sektorusa zaten onun 14%-ni 2500-ə qədər, 35%-ni 2500-dən yuxarı özü tutub hesablayıb, toplayıb çıxır. Yəni buna sizin əlavə kənarda hesablamanıza ehtiyac yoxdur. Sonra təşkilatın, mən fiziki şəxsimi qeydiyyata vurdum. İndi gələk seçək ardıcıllığı. Təşkilatın əməkdaşı. Biz bu etapları bir-bir keçməliyik. Niyə? Çünki biz bunu işə götürürük. İkincini götürəcəksiniz buradan. Bu nə deməkdir? Yəni, bayaqki etabı bir də keçmək istəmiriksə, artıq var da bu fiziki şəxslərdə. Seçirəm fiziki şəxs kartını, girirəm bura, buradan arazi götürürəm və özü orada nə qeyd eləmişəmsə buranı doldurur. Burada bizə nə lazımdır? Hansı şirkətə işə götürürük? Həmin şirkətin adı, məşğulluq növü. Əsas iş yeri nədir? Saat 9-dan axşam saat 6-ya qədər bu adam bir yerdə oturub işləyəcək. Əvəzçilik nədir? Biz əmək müqaviləsi bağlayanda bizə nə deyirlər? Deyirlər, məsələn, filan kəs dekretdədir, onun yerinə gəlirsən 9 aylıq, 1 illik, 2 illik, nə bilim, filan işçi əmək qabiliyyəti müvəqqəti itirib, məsələn, adamın ayağına nəsə düşüb, 1 il yerimək olmaz. Yəni, mən bilirəm ki, mən orada əvəzçilik üçünəm də daimi müqavilə bağlanmır məndən. Daxili əvəzçilik nədir? Siz bir sektorda işləyirsiniz, burada hansısa bir vakant yer boşalır, kənardan işçi götürmürlər. Daxildə müsabiqə yolu ilə siz həmin işi, yəni öz işçiləri arasında müsabiqə keçirdirlər və siz daxili əvəzçiliyi götürürsünüz. O işi də yerinə yetirirsiniz. Mən götürəcəm hələlik əsas iş yeri. Sonra əlavə sual. Ola bilər ki, mən dövlət qurumunda işləyirəm. Bizim maaşımızdan tutulma olur. Mən onu necə işləyim ki, bu işçi maaşına, maaş kartına pul keçən kimi buradan 200 manat, nə bilim 500 manat pul tutulur. Pul tutulma nə üçün ola bilər? Xeyriyyə məqsədi üçün Yaşad fondu, talisemiya xəstələri, narkomaniya əleyhinə, QİÇS əleyhinə mübarizə. Görün nə qədər xeyriyyə məqsədi ilə fondlarımız var. Məsələn, könüllü olaraq, təbii ki, bu könüllüdür, qeyri-könüllü heç kimsə məcburi tutmur və bu kartlarda belə, applicationların içində belə var. Hara pul göndərmək istəyirsiniz? Yaşad fonduna, Heydər Əliyev fonduna, kimsəsiz uşaqlar fonduna və s. və s. Həmin məbləğ tutulacaqsa, siz o məbləği bəri başdan bura qeyd eləməlisiniz ki, məsələn, 100 manat və işçi 5000 maaş alırsa, ona avtomatik 4900 manat maaş keçir. Xeyriyyə məqsədi ilə bağışlanan pullardan dövlət tutulması olmur. Və bu hissəmiz tamamdır. Burada əmək müqaviləsi, əmək funksiyası bu hissələrə toxunmuyor. Niyə? Biz zaten işçini işə götürəndə, əmrlərini verəndə, hansı pozisiya, hansı bu proqram kalkulyator sistemindən yığılıb. Özü buraları avtomatik doldurur.
və ümumidə qalırıq işçinin adı, soyadı, müəyyən bir məlumat və müqaviləmiz, müəssisəmiz və əmrimiz. Okey verib çıxıram. Təşkilatın əməkdaşıdır. Amma hələ işə qəbul əmri verməmişik. Vəzifələr. Şirkətimizdə struktur quruluşu necədir? Hansı vəzifələr var? Onları yazacaqsınız. Yaxşı olar ki, vəzifələri əgər böyük yerdə işləyiriksə, papka olaraq texniki işçilər, kadr işçiləri, nə bilim, mühasibat şöbəsinin işçiləri belə planlaşdırıb səliqəli qoyasınız. Yox, belə mən necə gəldi işləmək istəyirəmsə, papkaya ehtiyac yoxdur. Sadəcə şöbələri bu qaydada yazırsınız. Şöbə əlavə eləmək üçün sadəcə əlavə et verəcəksiniz. Deyək ki, mən bura rəsm şöbəsi yaradıram və yazmaq, okey versəm, bu şöbəm bura düşür. Sonra keçək ikinciyə, təşkilatın şöbələri. Təşkilatımızda neçə şöbə var? Maliyyə şöbəsi, nə bilim, insan resursları şöbəsi, kadrlar şöbəsi və s. və s. İndi bölə bilərsiniz. Onu da yaratmağın qaydası sadəcə əlavə et verirsiniz. Birini, məsələn, istehsalat şöbəsi səhv yazmışam. Bunu silim, birini yaradaq sizlə. Əlavə et, istehsal şöbəsi. Və okey. Burada tamamdır. Sonra iş qrafiki. Əsas məsələ. İş qrafikini səhv versək nə baş verəcək? Nə tabel cədvəli, nə əmək haqqı, brutto, netto heç birini görməyəcək. Bəs bunu necə eləyək? Baxın, bircə zaten istehsalat təqviminin üzərinə yığılmış bir proqramdır. İstehsalat təqvimi nədir? Bir gündə rəsmi və qeyri-rəsmi iş günlərinin sayı. Biz gəlirik, istehsalat təqviminə baxırıq, düzdürmü? Düzdür. 2025-in istehsalat təqvimi tamamdır, yığılıb bura. Qrafikə baxıram. Normalda necə qanunvericilikdə 5 günlük, 6 günlük qrafikimiz var. Burada da var. 5 günlük və 6 günlük. 5 günlük iş qrafiki həftədə 40 saat, 6 günlük iş qrafiki həftədə 48 saat işdir. Yəni, biz bundan artıq işləyə bilərikmi? Bəli, işləyə bilərik. Təbii ki, orada əmək məcəlləsində istisnalar var. Nə bilim, mən çıxdığım hər əlavə saata görə əmək haqqım 1%, o da 2 qata vurulur və bizə bu şəkildə ödənir. Və yaxud da mən 5 günlük iş qrafikinə qol çəkmişəm, amma hər 6 bazar məni işə çıxardırlarsa, bu qanunsuzdur. Və yaxud da istisna hallar. Ayda bir dəfə və yaxud da 2 dəfə 6-cı gün bizi məcburi işə çağırırlar ki, məsələn, malımız mı gəlib, iş mi çoxdur? Bu ola bilər. Yəni istisnadır. Təbii ki, onun da qaydalar var. 18 yaşına çatmamış, nə bilim, öhdəliyində 2 uşaq olan, əlilliyi olan və s. və s. Bunu HR daha yaxşı bilər. Mən 5 gün iş qrafikinin üzərindən gedəcəm. Çünki hər ikisi eynidir. Yenə deyirəm, bir gün fərqi var. Qrafiklərin hər ikisi 2 hissədən ibarətdir. 2 hissə nədir? Əsas hissə təqvim hissə. Əsas hissədə sadəcə həftənin 40 saatı proqramistlər tərəfindən otomatik yığılıb. Əgər növbəli iş sistemi ilə işləyiriksə, səhər günorta deyirəm həmişə buna, axşam və gecə saatlarının işə başlama saatı qeyd olunur. Və deyək ki, burada 1-dən 5-ci günə qədər işə başlama bitmə saatı və günlərimiz qeyd olunub. İndi gələk nəyə? Əlim dəydi, burada nəsə silinib. Baxın. Və biz anında nə düşünürük? Proqramistə zəng eləyib bunu düzəltsin. Burada hər şey yadda qalır. Sadəcə 2 dəfə toxunacaqsınız, bunu bərpa eləyəcəksiniz. Çərşənbə, bunu da seçək. Və salam. Bu birinci hissəmizdir. Gələk ikinci hissəyə. Təqvim. Təqvim hissəsi əsasdır. Heç bir şəkildə, heç bir məcburi şəkildə belə biz tarix hissəsinə toxunmamalıyıq. Bu proqramı texniki tərəfdən zədələyən bir səbəbdir. Zaten proqram bizə ağıllı-ağıllı ayın 1-dən ayın 30-una kimi özü veribdir günlər ardıcıllıqla. Rəsmi istehsal təqviminə görə 21 gün iş günümüz var və 8-ə vurub 168 saatımız var. Yenə deyirəm, növbəli sistemimiz varsa, həmin sistemə görə saatlarımızı qeyd edirik. Avtomatik olaraq şənbə bazarı özü çıxır. İndi bir şey var. İçinizdən sual gələ bilər, qabaqcadan önlüyür. Bizdə belə bir şey var da, bugün səhər dururuq ki, bir qərar çıxıbdır ki, bayram günü 6-cı günə düşdüyünə görə 1-ci gün qeyri-iş günüdür. Biz bunu necə tənzimləyəcəyik burada? Baxın, sakitcə mən deyək ki, ayın 3-dən ayın 8-nin 9-un yeri dəyişib. Bunu sıfırlayırsınız, bura 8 yazırsınız. Mahiyyət etibarilə yenə 21 gün işləyirik, düzdür, sadəcə yerləri dəyişir. Yəni, bu sizin əmək haqqınızda kəsintiyə və yaxud da artıma yol vermir, stabil qalır. Və yaxud da heç dəyişməyin. Sizdə nə baş verdi ki, heç nə olmayıbdır. Günlər yerində qalıb, okey. Dövlət qanunvericiliyinə görə bir günün yerini daha çox istirahət eləyək görə dəyişiblər. Всё.
Yəni bu bizdə heç bir dəyişikliyə yol vermir. İkinci bir sual. Mən avqust ayıdır, amma mən hələ iyulun maaşını ödəyəcəm. Mən inanmıram bizdə elə müəssisə olar ki, avqustun 15-i avqustun ucu pulunu ödəyə. Ona görə gecikmələr olduğuna görə bir ay qabağı götürürəm. Avqustun ayında iyun ödəyirəmsə, birinci buradan seçməlisiniz. Mütləq qrafikdə iyulu. Əmri buradan yığırsınız. 22 iş günü 176 saat. Baxıram görüm hamısı 8 saat düşübmü? Hə, bir dənə də şey yadımdan çıxmamışdı. Ola bilər ki, bir gün işə yarım iş qrafikindən, yarım gün iş qrafikindən işləmisiniz. 8-i dəyişin, burada 4 qoyun. Yəni bunu da eləmək mümkündür burada. 8-i qoyuram və okey verirəm. İyulu seçdiyə. Çıxıram buradan. Sonra baxaq nəyimiz qaldı. İşdən azad etmə əsasını hələ başa salmıram. Zaten burada var. İndi işə götürürəm. Əlavə et. Baxın. İşə nə vaxt götürmüşəm? Basaq, işçimizi seçək. Deyək ki, Araz. Şöbə. Hansı şöbəyə götürürəm? Biz nə yaratdıq bayaq? İstehsalat şöbəsinə. Vəzifəsi nədir? Deyək ki, mühasibdir. Qəbul tarixi. Normalda əmrlər kağız daşıyıcı üzərində olur. Düzdür? Və yaxud da EMAS-a yığırıq. Orada nə qeyd eləmişiksə, eynisini bura yazmalısınız. Sadəcə təlimdir deyə mən 6 ay qabağa çəkirəm işə qəbul əmrini. Çünki ikinci etapda məsələn məzuniyyəti, xəstəlik falan başa salmalıyam. Ona görə 01.01.2025 yazıram bura işə qəbul tarixini. Burada da işə qəbul tarixini dəyişirəm. 01.01.2025-də girib bu adam. Ştat. Tam ştatsa 9-dan 6-ya oturursa 1. Yarım ştatsa 0.5. Gələk ikinci sözə. Ola bilər ki, ikinci suala. Bir adam həm bizdə işləyir, həm də başqa yerdə. Qanunvericiliklə bu mümkündürmü? Okey, mümkündür. Amma necə? Məndə əmri verilib yarım iş günü və bu işi digər işinin saatına və yaxud da digər işi bu işin saatına girmirsə, yəni o saat 4-də başlayır, burada saat 5-də bitirsə, hər iki müəssisənin rəhbərinin razılaşması ilə olur bu. Yox, əgər mən burada saat 2-də çıxıb, gedib orada 4-də işə başlayıram, heç biri bir-birinə mane olmur. Qanunvericiliyini hər iki müəssisədə də mən qeydiyyatdan keçə bilirəm. İndi yazıram 0 tam, elə 1 yazaq tam ştat. İş qrafiki neçə gün iş qrafikinə götürək 5 günlüyə. Əsaslanma, işə qəbul əmri götürəcəksiniz. Burada yenə nəyisə yaratmaq üçün sadəcə əlavə et verib, əmri, məsələn, daxili əvəzçilik əmri ilə girib. Daxili əvəzçilik. Yenə də səhv yazdım, amma neysə. Götürək. Mühasibə çotunda əks etdirmə üsulu. Əsas məsələ müxabirləşmə. Müxabirləşmə nədir? Əməliyyatların kodlarla tanınması. Yeni hesablar planı ilə. Yeni hesablar planı nədir? Yəni ilk gələn rəqəm, biz buna üçlü hesablar planında deyirik, 3 ədəd olur. Məsələn, siz mənə kimsə qrupdan yazanda, mən onun nömrəsində ad varsa, oradan tanıyıram ki, bu Aynur xanımdır, nə bilim, bu Sədaqət xanımdır və s. Proqram da elədir. Əmri verəndə gözləyir. Deyir, qoy mənim kodumu yazsın. Yəni, o rəqəmi yazsın, mən başa düşüm ki, bu hansı əməliyyatdır. İndi, əmək haqqı normalda nədir? Müəssisənin öhdəliyidir, düzdür? Yəni, müəssisədən çıxacaq puldur. Xərcidir bunun. Ona görə, aktiv və pasiv hesablar var. Yəni, kredit bizim aktivimiz, debet bizim passivimiz. Xərclər debetdə, gəlirlər kredit hissədə yer alır. Müxabirləşməsi əmək haqqının ümumilikdə 533-dür. Buna istəyirsiniz əmək haqqı kartı deyin, buna istəyirsiniz işçinin bankdakı əmək haqqı hesabı deyin, adını nə istəyirsiniz qoyun, yəni 533-ün altında yığılır bu və müəssisədən çıxan pul müəssisənin xərcinə oturduğuna görə 721, yəni 7 ilə başlayan hesabların hamısı xərcdir. 11-i, 41-i, 51-i, 31-i fərqi yoxdur. Burada 721 oturur. Yəni müəssisədə deyək ki 6000 pul qalıb, bunun 2000-ni də verəcəklər Araza. Bu bunlardan çıxmalıdır. Yəni xalis mənfəət onlarda 6000 deyil, 4000-dir. Ona görə debetdə 721, kreditdə 533 əmək haqqının müxabirləşməsini seçirik. İndi gəlin, Arazı işə götürmüşük, düzdür? Əmrə baxıram ki, Araz muzlu işçidirmi? Yəni aylıq mı olacaq? Günlük mü olacaq? Saatlıq mı? Gecə hesabı da əlavə iş saatına görədir. Biz bunun əmrində nə yazıb onu götürürük. Baxın, adam ola bilər günlük tarif üzrə işləyir. Məsələn, kondisioner ustaları, şirkətdir, zəng eləyirik, gəlib bütün günü yanımızda qalmır, düzdür? 2-3 saata işini görür, gedir, pulunu alır. Günlük, saatlıq tarifdir bunlar. Sonra
Saat hesabı işləyə bilər. 1 saata 10 manata gəlirəm, 20 manata gəlirəm və s. Yəni siz əmrdə nə varsa rahatlıqla onu girib buradan seçirsiniz. Mən seçirəm günə muz, çünki aylıq göstərmək istəyirəm. Araza verək əmək haqqı 1500 manat. Hansı valyuta ilə veririk? Təbii ki, manat seçək buradan. Manat və okey veririk. Əmrimiz hazırdır. Əmri düz işləmişiksə bizim gedişatımızda heç bir xəta verməyəcək. Gəlirik indi əmək haqqı bölməsinə. Tabel cədvəli. Birinci sizə normal əmək haqqının keçilmə qaydasını göstərirəm bu arada. Yəni crossdan netə. İkinci dəfə qoşulanda biz o əmrlərin əsasında, çünki biz əmək haqqını keçilməmişdən qabaq nə edəcəyik? Birinci əmrləri verməliyik. Kim işdə olub, kim məzuniyyətdə olub, kim xəstələnib, kimin maaşına tutulma var. Bütün işçilər üzrə əmrlər işlənəndən sonra tabeli verməliyik ki, orada tam bilək ki, kimə nə qədər əmək haqqı keçəcək. İndi hələ ki, mən heç bir əmrsiz verirəm, tabel cədvəli. Əlavə et. İyul ayını verirəmsə, mən bura iyulun sonuncu gününü qeyd etməliyəm. 31.07.2025. Buradan da seçirəm iyul. İndi seçək nəyi? İşçimizi. Birinci, bayaq dediyimi işçiləri şöbə-şöbə hesablayın. Mən arazı tək şöbəyə götürdüm ki, siz bir işçinin üstündə daha aydın görəsiniz. Normalda bir şöbədə nə qədər işçilər varsa doldurmaq, bütün işçilər üzrə əmrini verəndən sonra proqram özü tapır işçiləri. Bax, bu qaydada ardıcıl düzəcək. Birinci, ikinci, üçüncü və s. Baxıram ki, 22 gün, 176 saat adam işləyib, okeydir. Yəni, hansısa mən burada məzuniyyət, xəstəlik, nə bilim, əmr görmürəm. Bütün günlər doludur. Və burada 8 saatın ikincisi düşməyib, enter vurun, altdan siz onu rahatlıqla, yəni burada nəyi istəyirsiniz, düzəldə bilirsiniz. Yəni, elə dönəm daşımır, okey verək çıxaq. Vaxtımıza 1 dəqiqə qalıb, onu çatdırım. İndi gəlirəm əmək haqqına. Əlavə et. Yenə seçirəm iyul ayı. Tarifi qoyuram 31.07.2025. Hamısını doldurmaq və hesablamaq verəcəksiniz. Amma birinci yenə şöbəni seçim, həmişə bu yadımdan çıxır. Və okey verim. Proqram özü tapdı, gətirdi ki, bu şöbədə bir dənə araz işləyir. İndi arazın maaşı və ümumi tutulmaları proqram özü avtomatik çıxacaq. Baxaq. Normalda əmək haqqından 4 tutulmamız var. Bunlar hansılardır? DSMF-dir, icbari tibbi sığortadır, işsizlikdir, fiziki şəxsin gəlir vergisidir. DSMF nədir? Bax, sosial yardım adından göründüyü kimi pensiyalar verilir, sosial yardımlar verilir. İcbari tibbi sığorta səhhətimiz üçün hamıya ayrılan 11 minlik sığortadır. Sonra işsizlik normalda 1%dir, 0,5 bizdən 0,5 işə götürəndən işsizlik nə deməkdir? Baxın, məşğulluq agentliyində nə edirlər dost mərkəzlərində? İşsizlərə müəyyən müavinətlər ayrılır, 200 manat, 150 manat. Bunlar iş tapana qədər verilir bu və fiziki şəxsin gəlir vergisi. Qeyri-neftdə, yəni qeyri-dövlət sektorunda 8.000 manata qədər azadıq, 8.000-dən yuxarı 14%-dir. Məsələn, 8.500 manat əmək haqqı alıram. 8.000-i çıxırlar, 500 manatdan 14% fiziki şəxsin gəlir vergisi tutulur. Dövlətdə necədir? 0-dan 2500-ə qədər